Məsələn, əvvəllər sigaret çəkirdim, yalan deyirəm, desəklə. Əvvəllər bir vaxtlar sigaret çəkərdim. Ta çəkmirəm demək istəyirəmsə, I used to smoke deyirəm. Bir də var ki, mən sigaret çəkdim, sabah yenə çəkəcəm, bir sürü yenə çəkəcəm. Onda adi keçmiş zaman işlənir. Smoke olur, smoked. Hər feilin öz keçmişi var. Düzdür? Hər feilin öz keçmişi var. Hər feilin öz keçmişi var. Deyirəm ki, mıx kimi girsin o beynə. Sevirdim olursa. Love'dır. Bir vaxtlar sevirdim olur. I used to love. Amma mən sevdim, yenə sevəcəm. Sevməyə nə var ki? I used to love. I used to see. I used to go. I used to be. Bir vaxtlar idim. Mən bir vaxtlar həkim idim. I used to. Be olmaqdan gelir. Fikir ver ki, used to'dan sonra feil hansıdır? Mən həkim idim cümləsində hansı feil işlənir? Başka olmaq feili nədir? Olmaq nə deməkdir? Yox, to be demirəm, mahiyyəti nədir onun? 3 dənə iş görür. Nəyəm, necəyəm, hardayam. Nəyəm, necəyəm, hardayam. Ayam var, ayam. 3 dənə iş görür. Mən, mənəm deməkdir. Evdəyəm, combulam, müəlliməm. Sinifləşdir. Sənin üçün adi cümlə kimi görünə, eyni cümlə görünə bilər. Amma eyni cümlə deyirlər. Biri nə olduğumu deyir, biri məkanımı deyir, biri vəziyyətimi deyir. Mən yorğunam. I am tired. Mən müəlliməm. Bunlar eyni şey deyil ki. Məsələn, I am a teacher'dir biri, mən müəlliməm. Biri vəziyyətimdən danışıram. Mən kökəm, yorğunam və s. Bir də məkanımı deyir. Evdəyəm, maşındayım, ofisdəyəm, başa düşdün. Taksdo. Bax, məsələn, sən bir dənə də şey deyim. Əgər cümlədə getmək, gəlmək, oturmaq, durmaq, yemək, içmək və s. yoxdursa, yəni fiziki hərəkətlər. Trump yadına düşdü. Demək, əgər cümlədə gedirəm, gəlirəm, otururam, dururam, yeyirəm, içirəm, qaçıram, baxıram yoxdursa, bil ki, mütləq orada to be var. Bu İngilis dilində cümlə və dünyanın bütün dilləri ya fiziki hərəkət deyir, ya qeyri-fiziki hərəkət deyir. Ümumiyyətlə, dünyada feillər 2 yerə bölünür. Yazılmayan qanunlardan danışıram sən. Hərəkət və qeyri-hərəkət feillər. Qeyri-hərəkət feili bir dənə olmaq. Qalan hər şey hərəkətdir. Sevirəm, gedirəm, gəlirəm, otururam, dururam, yeyirəm.